Salam, hər vaxtınız xeyir olsun. Bu günlərin Gəncə şəhərində Şəhidlər Xiyabanındayıq. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan şəhidimiz Elşən Dünyaməliyevin məzar önündəyik. Qəhrəman şəhidimiz 6 aprel 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə qatılmış, 30 sentyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Elə həmin tarixdə də Gəncə şəhərində Şəhidlər Xiyabanında böyük izdihamla son mənzilə yol salınmışdır. Allah şəhidimizə rəhmət eləsin, Allah ailəsinə və yaxınlarına səbirlər versin. Salam, hər vaxtınız xeyir olsun. Bu günlərin Gəncə şəhərində Şəhidlər Xiyabanındayıq. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan şəhidimiz Elşən Dünyaməliyevin məzar önündəyik. Qəhrəman şəhidimiz 6 aprel 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə qatılmış, 30 sentyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Elə həmin tarixdə də Gəncə şəhərində Şəhidlər Xiyabanında böyük izdihamla son mənzilə yol salınmışdır. Allah şəhidimizə rəhmət eləsin, Allah ailəsinə və yaxınlarına səbirlər versin.